Deyirlər, sizin millət heyvan millətdir. Niyə çıxıb getmiyorsunuz buradan? Her gün kombinat örümcek oldu kariyerini açır her gün взрыв olur ama bizim biraz şey olur. Bu binada 3 nəfər var, 3 ailə var. Üçü də Azərbaycan ailəsidir. Öz evlərində yaşayan, girdə qalan nə qədər insan varsa da bilmirəm hardan gətiriblər. Siz başqa millətsiniz, çıxın gedin. Bir dəfə mənim üstümə də gəldilər ki, çıxın buradan Rusiya gedin. Kim sizi buraya çağırdı, getdi? Niyə burada yaşayırsınız? Kirədə yaşayanlar xəziyyəyə qoyuluyor. Öyyətin buradan qoyuluyor. Onu biz təbliğat eləyəcək ki, sizin millət buradan çıxsın, geçsin. Belə bir sözlər işte deyirlər. Polis mi var? Polis onların adamıdır. Burada polis yoxdur. Bizim millətə də qorxudurlar ki, öz millətinizi satın. Mən zaявление yazandan ama bana deyirlər ki, munisipalitet lazımdır, podpis соседей. Ama соседи kimi mən alayım podpis? Если onları arendatorıdır. Ama adamlar yaxşı, podpis qoyanda da qorxurlar, şişirlər. Mən birini zaявление edəndə orada da bütün təmiz problem mənə eləyəcəkdir. Deyəcək ki, sən nə soruşursun, nə işin var? Zərvat eləyirlər burada, Qızılda vivat eləyirlər. Bax, 2 gün bundan qabaq belə kaçat elədi. Yeri gələndə az hiss eləyir ki, elə bili sirkələnir ev. Mənə bilirsiniz, nə dedilər munisipalitet? Deyirlər ki, bütün təmiz onun nə xarab öyündür, o düz dedilər ki, problem elədi, örümcek ol. Bilirsiniz niyə? Onu vaxtı açdılar kariyeri qızılın çıxartmağa. Nə qədər avaridə adamlar stiklo qırıblar. Sonra da adamlar qorxdular, dedilər ki, sizi yaxşı olacaqdı, iş olacaqdı. Aha, yaxşı. Adamlar kirmiş oturubdu, getdi işləyəndən də. İşləyəndə də onu da başa düşmədilər ki, adamlar xəstə olacaqdı. Mən də xəstəliyəm, amma bolnitsa gedəndə pulum yoxdur. Mən qorxuram da. Onkologiyada уже xarab olubdu. Adamlar xəstədir, onkologiya, rak, ürəyində onun da şeydir, xəstəlikdir. Uşaqları da çox xəstə var burada. Amma kim onu baxacaqdır? Heç kim baxmırlar. Adamlar gedirlər, примерно forma 100 spravka lazımdır ki, больница gedirlər, eləyirlər ki, soc proqramma var, spesialni, который государство verən adamlar köməyin dərmən alan apteka. Amma yoxdur onu kömək. Bilmirəm, kimisə bəlkə verirlər, bəlkə vermirlər, onu yalan deməyəcəm. Var, pulla alırlar. Mən görmüşdüm nə qədər adamlar deyirlər ki, kömək yoxdur. O vaxtı 90-cı illərdə burada qarma-qarışıq olan vaxtı cəmaət qapıyı bağladı, çıxdı, getdi. Kimi Bakıda, kimi hər bir yerdədir. Bizim milləti buradan silahla çıxartdılar, evdən qoyladılar. Mənim qızım balaca uşaq idi, əlimdə gəzdirim. Bax, burada detski sadı var idi, biraz burada detski sada getdi. Getdi, Ursiyyətə, orada da detski sada getdi. Çox qarışıqlı oldu. İnsanları, cəmaatı evindən çıxartdılar, qoyladılar. Mən o evdən çıxardıb qoylayanda getmədim, kətdiydim. Gənə geri qayıtdım, gəldim. Biz elə şəkilə düşdük ki, çörək almağa pulumuz yoxdur. Heç dolanmaq imkanımız yox idi. Çıxış yolum olmadığına görə çıxdım, Ursiyyətə getdim. Orada da belə çox gözəl yaşamamışam. Opsum, qayıtdıq, gəldik 14-cü ildə geri. Dedilər ki, mənim qızım getdi, danışdı. Gətirin, sizə düzəldəcəyik, verəcəyik. Biz buranın adamıyıq, Gürcüstan vətəndaşıyam.
Gürcüstanın adamıyıq. 2 həftə çəkmədi, atqaz elədilər. Ondan da dedilər, sizə pasport heç kəs verməyəcək. Buraya birinci müraciət elədik, ərzə verdik. Götürmürdülər, ərziyib. Protokol sastav eləmək istəmirdilər. Obşum zorla, zorakarlıqla məcbur elədik. Az qalırdılar, bizi öldürərlər ki, sən niyə məcbur eləyib ki, burada remont olsun. Niyə məcbur eləyirsiniz bizi? Dedim, bizi su batırır. Öyün abırı yox idi, çəyər girmək olmurdu. Töyük də ama buradan yaxşı idi. Su tökülürdü, vedri ilə su dökülürdü. Harada ki biz yaşayırdıq, birinci oraya, bir də Moskva. Serovno biz Rus vətəndaşıyıq. İcazə istədik oradan, kömək istədik ki, bizə poddeşqalıq eləsinlər ki, remont olsun qırşa. Qırşa tapit eləyirdi. Bizə su tökülürdü. Oradan məcbur elədilər. Bizim əsas qubernatorumuz Pastayanlı buraya göndərdi, xahiş elədi, həm remonta, həm mənim qızıma iş vermək üçün. İş vermədilər, amma məcbur elədilər. Məcburiyyət qarşısında qaldılar. Nə tərsə də bilmirəm, başladılar remont eləməyə. 7 evin başladılar oradan, buradan. Axırıncısı bizim öyə elədilər. Rusda mən qorxuram getməyə, потому что bizim də orada da millətlər də qoyuladılar. Onun da nasionalный вопросunu elədilər. Mənə bilirsiniz, Rusda nə dedilər? Çurka, свою Грузию валите. Biz buraya gəldiniz də bizim də Gürcüstana da yaşamağa vermirlər. Bizə də burada deyirlər, siz Tatribi, Azeri, niyə burada yaşayırsınız? Если mənim deportasiya eləsinlər, mən advokat xoşlayıram. Mənim öyün nə var, onu bütün təmiz çıxardacağım. Biz gəlib beton olubdur, ona da beton qoyacağım. Gedəcəm Türkiyəyə. Bizim millətlər yaşamağa qoymurlar. Niyə diskriminasiya eləyirlər? Biz onları nə arımışdıq? Niyə? Onu 2021 ilindən fevralda Dotda olubdur. Bir mamanla çıxanda onu deyəcəm nətər olubdur. Getdim, Kırşada bizim biraz material var idi, onu oğurluqlar. Gedək baxaq. O da piyanidə narkoman olubdur, Georgi adı, amma dedilər o indi ölübdür. Ondan çıxanda bizə provokasiya elədilər, dalaşan. Mənim prямой efir Facebook'dan onu mən yazmışdım. Bizi qapının ruçkasını qırıbdı, nə qırıbdı glazok, mən almışdım, Marnoda getdim, aldım. Polisiya gedəndə mən çağırmışdım, telefonla zəngələdim, gəlibdi. Sonra mən getdim, zayevleniya almışdılar, amma dedilər ki, ты виновата. Bu mən onu provokasiya elədim ki, o da qışqırırdı burada, nə sabahdan bizi yatmaq qoymadı. Onu heç nə olmadı. İndi bunları qonşuları, bizi axrana durur. Biz baravarla mamanla çıxmaq olmuyor. Если mən çıxıram, gedərəm, maman öydə oturur. Если maman çıxır, mən öydə otururam. Bilirsiniz niyə? Bizi qoylamaq istəyirlər buradan. Qoylamaq istəyirlər. İstəmirlər ki, biz burada yaşayaq. Amma bilirsiniz niyə? Потому что biz onların milləti deyil. Olmaz. Bizi burada yaşamağa. Şaxtadır, liftavoy. Amma bu treşinədir, görüyorsunuz, nə təridir. Bütün təmiz açındır.